Bilirəm, bir çoxlarınız deyəcəksiniz ki, heç sobada da mürəbbə olar. Düzünü desəm, mən də ilk fikirləşdim elə o formada. Çünki yəni sobada mürəbbə o qədər də ağlabatan bir fikir değildi. Amma mamam internetdə görmüşdü. Əslində özüm də görmüşdüm, Instagramda görmüşdü və maraqlı gəlmişdi. Ona görə də qərara gəldim ki, az miqdarda nektarin alım və mürəbbəni hazırlayım. Belə ki, 1 kiloqram yarım nektarin almışdım. Belə qəşəng ətli nektarinlər almışdım. Onları qəşəng yuyuruq, sonra soyuruq və zövqümüzə uyğun olaraq doğrayırıq. Mən bütün halqalar şəklində doğramağı istədim. Belə daha xoş göründü mənə. Artıq qalanları isə aypara şəklində kəsirəm. İkisini də fərqli bankalara yığacağam. Yəni bütünləri bir bankaya, yarımları bir bankaya yığacağam ki, süfrəyə servis edən zaman daha xoş bir görüntü versinlər. Siz də zövqünüzə uyğun doğraya bilərsiniz. Əlbəttə ki, daha sonra listin içərisinə bişirmə kağızını əzirəm əlimdən, yerləşdirirəm. Elə olanda daha rahat olur. Daha sonra isə üzərinə kəsmiş olduğum nektarinləri səliqəli bir şəkildə düzməyə çalışıram. Nektarinlərimi düzdükdən sonra isə üzərinə 200 qram şəkər tozu əlavə etdim. Qeyd edim ki, mənim meyvəm qabığı, sümüyü təmizləndikdən sonra 850 qram qalmışdı və mən üzərinə 200 qram şəkər tozu əlavə etdim. Çünki videolarda o formada göstərilirdi. Amma 200 qram şəkər tozu biraz azlıq etdi. Çünki bankalarımda şərbət tam yerləşmədi. Yəni biraz şərbəti əksik qaldı. Ona görə də belə bir problem yaşamaması üçün siz 1 kiloqram təmiz meyvə üçün, yəni qabığı soyulmuş, sümükdən ayrılmış meyvə üçün 400 qram şəkər tozu nəzərdə tutun. Şəkər tozlarımı da üstlərinə əlavə etdim. Daha sonra isə öncədən isitmiş olduğum sobada, 180 dərəcəlik sobada təxminən 10-15 dəqiqə, 15 dəqiqə civarında bişirdim. Yəni əzilməyəcək bir şəkildə videoda gördüyünüz hala gələnə qədər həm yumşalacaq, həm əzilməyəcək. Daha sonra isə peçdən çıxardıram və isti bankalara doldururam. Bankalara dolduranda da çalışdım ki, halqa halında hazırladıqlarımı digər əyri-üyrü olanları isə ayrı bankada hazırlayım. Çünki belə qəşəng görünənləri qonaqlıqlarda falan servis etməyi düşünürəm. Ona görə bu halda hazır formada hazırladım. Bankalara doldururuq. Daha sonra isə şərbətini də üzərinə əlavə edirik. Bayaq da dediyim kimi, məndə şərbət biraz az olmuşdu. Ona görə çiyələk mürəbbəsi eyni gündə pişirmişdim. Çiyələyin şərbətindən biraz üzərinə əlavə etdim. Çox qəşəng görüntü oldu. Çiyələyin şərbəti də qırmızı idi, şaftalının şərbəti də qırmızı idi. Ona görə rəngi problem olmadı və məncə iyinə çox qəşəng təsir edəcək. Daha sonra isə bankaların qapaqlarını bağlayıram. Soyuducuda 2 gün saxlayıram. Növbəti olaraq isə sərin bir otaqda saxlayıram. Hazırlayan hər kəsə indidən nuş olsun. Özünüzə yaxşı baxın. Hələlik.